Yəni başqa şagirdlər də istifadə eləyərlər. Yəni hər hansı bir köklər dərsində hər hansı bir ədədin kvadratı 4-dürsə, o ədədin kökü 2-dir. Əslində biz bunu kök 4-də yəni 2 çıxardırıq mənasına deyə bilərik. Və yaxud da misal üçün o hansı ədəddir ki, onu 3 dəfə öz-özünə vuranda 125 eləyir məsələn. 5'dir də, düzdürmü? Yəni 125'i 3 dəfə öz-özünə vura biləcəyimiz ədəd hansı ədəddir ki, kök altındakı ifadəni versin. O da 5'dir. Yani bunun sadə bir təməli, yəni çox uzatmadan bu şəkildə kök 16'dan 4 çıxar. 25'ten 9, 25'ten 5 çıxır, 9'dan 3 çıxır, 100'den mesela 10 çıxır. Yəni bunlar zaten yosa hazırlaşa biləcək bütün şagirdlər yəni normal olaraq yəni bilirlər. 81'den 9 çıxır, 289'dan 17 çıxır, 256'dan 16 çıxır, 164, 900 vesaire və ilaxıra. Bu şəkildə. İndi n dərəcəli köklərə gələndə, n dərəcəli köklərə gələndə yenə eyni tərhibi veririk. Aha. Şimdi arkadaşlar en dərəcəli o hansı ədəddir ki, onu 3 dəfə özünə vuranda 8 eləyir. O hansı ədəddir ki, 3 dəfə özünə vuranda 27 eləyir məsələsində. O hansı ədəddir ki, özünü 4 dəfə vuranda yəni 16 eləyir. Bu şəkildə yəni daha sadə dildə şey eləmək olar. Gelelim mesela buraya. O hansı ədəddir ki, 3 dəfə vuranda 64 eləyir. O hansı ədəddir ki, 3 dəfə özünə vuranda -8 eləyir. Yəni bu şəkildə. Mesela o hansı ədəddir ki, 5 dəfə özünə vuranda -32 eləyir. Bu şəkildə. Kamil də gəldi. Hı -hı. İndi Zeynəb 12-ci soruyu cavablar mısın mənim balam? Minus 216'dan 6 çıxır. Min mənfi 6. Üstəgəl 4 çıx 8. Aynen öyle. Tamam mı? Yani biz bu şekilde dereceli Stephen'leri bu şekilde Süleyman sen hara düşmüsən? Diyanete düşmüsən yoksa imtihanında hara düşmüsən? O olaraq mənim matama gəlib. Mən hələ görməmişəm. Atarım ben sana. Zərfə sen hara düşmüsən? Hansı imtahan müəllim? 19'undaki. Sen kesmemişsin yoksa? Yox, keçməmişəm. Ha, doğrudan şey. Aha. Şimdi en derecelilere baxanda uşaqlar bəzilərinə Anadolu liseyine düşmüsən sen şey Süleyman. Baktım attım sadəcə. Aha. Ben tam ezber bilmirəm kimlər qayıtdan keçiblər, keçməyiblər. Şimdi en derecelileri birbirine vurmadan önce uşaqlar mən köklər dərsində ən çox istifadə olunan bu düsturu özümdən bu şəkildə yazaraq, özümdən derkən MN yazıram. Əsas olduğu kimi qalır. Üstün dərəcəsini M-i N-ə bölürəm. Tamam mı? Yani üstün derecesine, kökün derecesine bölmüş olurum. Bu zaten burada görüyorsunuz. Ama burada konu bu değil de konu bundan ibarettir ki biz bu düstur vasitəsilə bir çox hər iki tərəfi qüvvəti yüksəltməmək kimi misallara aid örnəkləri sizin nəzər diqqətinizə çatdıracağız. Gələlim öncə kökləri bir-birinə vurmaq. Kök altda 6. Kök altda 3, 2, 6, 36. Oradan da nə çıxar? 6 çıxar. Yani eyni köke vuranda eyni bərəd edilir. Tamam mı? Ama burada kökleri vurmağa ehtiyac yoktur dördüncü sualda birbirine. Niye? 15 ile 6 3'e gider 2 qalar, 3'e gider 5 qalar. 10 ile da 2 gider 5 qalar. Kök 5 de kök 5'e vuranda ne eləyər? 5 eləyər. Yani bu ne demektir ay uşaqlar? Bu o demektir ki, istenilen bir ədədin kökünü özü özünə vuranda elə özü eləyir. Bir dəqiqə bunun zaratkasını takım.
Aha. İndi 21 ilə 14, 7-yə gedəndə 2, 7-yə gedəndə 3, 6-nı da 2-yə böləndə 3, köküsü köküsə vuranda nə eləyir? 3 edəcəkdir. Burada fərqli bazı soru tiplər də var. Eyni şey burada da baş verəcək də. Yəni 2, 4, 8, 8 üçüncüdən çıxacaq. Şimdi gəlin aşağıdan yuxarıya doğru farklı bir soru tiplərindən izah eləyəlim. Bunun 2 dənə kuralını, yəni fərqli düstura görə mən sizə izah eləyəcəm. Deməli, A bəndində mən sizə ümumiyyətlə kökdən üstə keçidi izah eləyə bilmək üçün örnək verəcəm. Nə deməkdir? 9 nə deməkdir mənim balalarım? 9 3-ün kvadratı deməkdir. 2 bölünsün 3. Çünki kökdən üstə keçəndə belə olur axı. 3 üstündə bu 3-ün kubu olduğuna görə 3 bölü 2. 81'də 3 4 olduğu için 4 bölünsün 6 olur. Tamam mı? Zaten burada mənim balalarım, zaten burada. 6'da 4 ilə 3'də 2 eyni olduğu için bunlar gedir. Nə qalır? 3 üstündə 3 bölünsün 2 qalır. Hocam ben anlamadım diyen var mı? Anladınız. Ama burada bu her hansı bir misal değil. Bu her hansı örnek olarak belə deyim də sadələşdirmədir. Bunu fərqli bir yolla eləyəcəm. Hər hansı bir A deyirəm özümdən. Bunun derecesi 2'dir, bunun derecesi 3'tür. Ne yapacağım arkadaşlar burada? Ekobunu tapacağım. Not var idi, Zeynep o. Her iki tarafını neçəyə yüksəldəcəm mənim balalarım? 6'ya. A üstü 6 bərabərdir. 5 üçüncü dereceden 6. 2 ikinci dereceden 2. 6. 6'nı 3'e böləndə 2. 6'nı 2'ye böləndə nə edir? 3 edir. 5 2'nin 10 eləyir. Yox, üzr istəyirəm. Çox sürətli getdim. Yanlış yaptım. Burada qalır 5'in karesi. Burada qalır 2'nin kubu. Tamam mı? İndi ay uşaqlar, bu nə elədi? 25 vurulsun neçəyə uşaqlar? 8'e. 25'də 8'e vuranda 200 eləməlidir də. O zaman A nəyə eşitdir? A eşittir 200 6-cı dərəcədən. Arkadaşlar anlamayan var mı burayı? Meryemciğim barıştın mı benim balam? Evet hocam. Çok güzel. Zeynep, do you have any problem about this question number 14? Başa düşdüm müəllim. Problem Söz salam. yoxdur. Sən elə Azərbaycanca, İngiliscədən də, Ruscadan da yaxşı bilirsən. O zaman Zeynep bunu necə eləyərik? 3'ü kuba gətiririk. Hansı üçü? O kök altı 3. Ha, yani elə deməyəlim. Bunu 3 üstü 1 bölü 2 yazırıq. Bunu da 3 üstündə 2 bölü 3 kimi yazırıq. Toplayanda Fərid gəldi deyəsən dərsəm. Toplayanda 2'də 1 artı 3'də 2. Dikkat ettiyseniz birkaç misalı farklı yollarla elədim. Ortak mərazi общий denominator bu deyək 6, 2, 7. Tamam mı? Bu da aslında üst ifadeye çevirəndə 7, 6'dır. Arkadaşlar misala devam edeceğim, örneğe devam edeceğim ama buraya kadar sorusu olan var mı? Lütfen soralım. Çünkü izah edəcəklərim var. Hocam ben anlamadım. Nereye anlamadın? Derse niye vaxtında girmədin ay Kamil? Hocam geç geldim. Çok güzel cevap verdin, həqiqətən də geç gəldim. Mən də elə o soruşurdum. Evladım, köklünü üstə çevirəndə 1 ve 2 olduğu için 1 bölü 2 olacaq. Adına vtaraya. Bu da 3'ün karesi olduğuna göre 2 bölü 3 olacaq. Tamam mı?
Sonra əsasları bərabər olanda Kamil, üstlərini nə edirəm? 2-də 1-lə 3-də 2-ni toplayıram, yazıram buraya 6-da 7. Təzədən üstü kökə çevirəndə stepeninlə korin bu şəkildə 7 bölü 6 olacaq, tamam mı? 7 bölü 6. İndi mənim balam. Burada şöyle bir şey yapabilirim. Bakın uşaqlar. 3 üstü 6 vurulsun 3. Bu da 3 değmirəm buna. Niye belə elədim bilirsinizmi? Bir tane altılıq, üzr istəyirəm, bura 6'dır. Bir tane altılıq, bir tane altılığı götürdü şöyle 3 kaldı. Ama burada 3 kaldı. Burada da ne kaldı? 6 kaldı. Şimdi görün burayı anlamayan var mı? Kamil gör haran başladınız Zeynep, xahiş edirəm. Deyin gör haran başladınız. Şimdi hocam ben anlamadım. 3 niye kökün yani önüne çıktı? Bak sanki bak burası var ya ay Kamil. 3 üstü 6 6. Sanki kök 3 6. Bu 6 bu 6'nı götürdü 3 kaldı da bir tane. Ha, anladım hocam. Derste biraz geç kaldığın için şey oldu. Kamran haranın başladın ay Kamran? Başa düşdüm müəllim. Hı hı. Hı hı. Bunu bir tane özür yazın göreyim tez. Kim sözde arkadaşlar? Çözdüm müəllim. Mən də bitirdim. Aha. Şimdi bu şöyle bir şey yapabilirim. 2 üstünde 1 bölü 2 çarpı 2 üstünde 1 bölü 3. 1, 1, 2. Yani yazılmayan da bir şey 1 derecede 2. İşte 2 üstünde 6'da 5 olacak. Ha, istesen bu şekilde de saklayabilirsin. İstesen 2 üstünde 5, 6 bu şekilde de saklayabilirsin. Anlatabildim mi? Yani bu şekilde ilerleyebilirsin. Görün anladınız mı anlamadınız mı? Anladım müəllim. Ferit hardaydın? Niye geç kaldın derse koçum? Müəllim evdə deyildim ona görə. Üzürlü sağ. Ha, evi yoktu. Al sandviçini. Aha, evi yoktu yani. Elə olan gecikəndə uşaqlar xəbər verin ki, müəllim mən biraz gec qoşulacağım. Bana Nigar xəbər vermişdi. Aynı misal türlərindən davam edirəm. Aha. Gəldi indi uşaqlar. Bəzi ədədlər var ki, 25 kimi, 100 kimi. Bunlar kökdən tam çıxır. Amma bəzi ədədlər var ki, onlar heç çıxmır və yaxud da bəzilərinin hissə çıxır. Məsələn, gəlin buna aid nümunələr verelim. Məsələn, kök altında 7. Bundan heç kök çıxmaz. Amma kök altında 8-dən çıxar. Soruşun necə müəllim? 4 vur 2 yazıram. 4-dən də 2 çölə çıxardanda 2 kökü olur. 32 mesela ne olur? 16 vur 2 olur. 16'dan 4 çıxır, 4 kökü olur. 8 4 vur 2 olur. 2 çıxır, 2 kökü. 4 köküdən 2 kökü çıxanda 2 kökü qalır. Görün. Aha. Davam edirəm. Yəni nisbətən indi bəzi orta məktəbdən bəzi uşaqlar yəni bilirlər. 24 4 çarpı 6'dır arkadaşlar. O da ne çıxar buradan? 2 kök altı 6 çıxar. Olacaq nə?
3 kök altı 6'ya. 75 5 kök 3'tür. 12 2 kök 3'tür. 27 3 kök 3'tür. Yani 9 çarpı 3, 4 çarpı 3, 25 çarpı 3. Görün Zeynep, Meryem, görün haran anlamadınız. Anladım Başa hocam. düşdüm müəllim. Hı hı. Kamran başladın da əziz qardaşım. Bəli müəllim. Hı hı. Mesela bir tane daha güzel soru çözmek istəyirəm. Mesela nə cürünə bir sual? Belə. 32-dən 5-də -2 çıxar. Üstə gəl. 8 3-dən 3-cü dərəcədən 2 çıxar. Minus. İndi arkadaşlar buradan tam çıxmaz. Niye? Çünkü bu özü 27 vurulsun 3'tü. 27 3-cü dərəcədən 3 çıxar. 3 çıxar. 2'lər gedər. Burada nə qalar? -3 kök 3 3-cü dərəcədən bölünsün. Kök altı 3 3-cü dərəcədən. Kök 3'lər bu şəkildə getdi. Nə qaldı? -3 qaldı. Görün mənim balalarım. Hı hı. I think you no problem. Yirmi, 16. Bir tane de böyle güzel bir soru çözmek isterim açıkçası. Süleyman necə eləyərik bunu? Nətər eləyərik bunu? -16-nın -8 bu kimi göstərmək olar. Bəli, buranın da mən 27 vur 2 kimi göstərmək olar. Ee, Burada deyil olduğu kimi qalır. İndi -8 3-cü dərəcədən -2 2 3-cü dərəcədən qalır. Üstə gəlinsin 3 2 3-cü dərəcədən qalır. Bölünsün 2 3-cü dərəcədən. Buradan da 3'dən 2'ni çıxanda 2 3-cü dərəcədən olur. 2 3-cü dərəcədən eyni şey olduğu üçün 1 olacaqdır. Hı hı. Zeynəb, Fərid Xəlili var mı sualınız? Xeyr müəllim, başa düşdüm mən. Xeyr müəllim. Hı hı. Görün bir dənə, çünki bu testləri sıra eləyəcəz. Aha, bunu da izah edeyim çünkü bölmeye ait çok güzel nümunədir. Bunun pratik çok güzel qaydasını mən uşaqlara həmişə zarafatla eləyirəm. Bir ədədi məxrəzin irrasionallığın azad edilməsinə aid olan sadə testlərdəndir. Şöyle bir şey diyelim arkadaşlar. Bir ədədi bir kökə böləndə ədədi həmişə pratik özümdən deyirəm ha, bu hər hansı bir şey deyil. Yəni qəşəng kuraldır da. Yəni əzbər şeir kimi əzbərləmək mənasında. Bax, 4'ü kök 2'ye böləndə əslində kural belədir də. Yuxarının aşağında kök 2'ye vurun. Bura olur 2, 4'üne 2, 2. İndi amma gəlin, şöyle bir şey diyeyim. 2 saat oturup yazacağım ha, mənim balalarım. Ne inəyərdim? Ne deyirəm? 4'ü böl 2'ye, yaz 2'ni buraya, kökü de yaz oraya. 10'u böl 5'e, yaz 2, kök 5. 2 kök 5, 2 kök 5, 4 kök 5. Arkadaşlar bakın görün neyi anlamadınız. Zeynep görün neyi anlamadınız. Başa düşdüm müəllim, amma bu yəni həmişə istifadə eləmək olar. Yəni bu yol. Böyle her zaman yani ispat eləmək de yani zaten koşmasına vur 2 saat ispat elə şunu yap bunu yap kimi yani kurallar için yani şey eləmədim de. Mesela şimdi gelin 3. soruya bakalım. Arkadaşlar 6'ını 2'ye böldün elədi 3 kök 2. 4'ü 2'ye böldün 2 kök 2. 3'ün üstədə 2 gələndə elədi nə? 5 kök altı 2. Anlaşıldı mı balalar? Hı hı. İndi müəllim biraz önce bu şekilde dediniz demesine ama yüksek derecelerde biz necə çözeceğiz deyəndə bu şey burada söhbət ağırdır. Mən bəzən lazım olmayan köklərdə
Bazı kuralları bilərəkdən özüm izah edirəm ki, uşaqlar biraz uzunları görsünlər ki, normal qayda ilə izahatlara ağılları, yəni 4 2-nin karesidir. Bunu da üstləyə ifadəyə çevirəndə 1 var ya burada. 1/3'dür. Onda 2 üstündə 2 çıxılsın 1/3 olacaq. Bu da eləyəcəyinə 2 üstündə 3'də nə? 6 5. Tamam mı? Bu da bərabərdir. 2 üstündə 5 bölünsün 3 olacaq. Tamam. Bərabərdir. Bərabərdir. Bunun elə bil ki, bir aralar örnek verdim ya. Bunun 2 üstü 5 değil. Bunun 3 tanesi 3 tanesiyle gedir 2 kalır. Ama bunun 3 tanesini götürəndə 2 tanesi kalır. Fikir verdiniz mi? 2 kök altında 4 oldu. Var sual olan uşaqlar. Hı. İndi mənim balalarım, baxın, 5-ci sualı rəngi dəyişirəm. 5-ci sualı eyni misalın tam farklı bir yolla eləyəcəm. 5'ə dəymirəm. Yox, elə eləməyəcəm. Yəni, dəyişim belə. Bura bir dənə özümdən A deyirəm. Tamam mı? Hər iki tərəfi 5-ci dərəcəyə yüksəldirəm. Kim deyər, niyə 5-ci dərəcəyə yüksəltdi uşaqlar? Çünki 5 ilə 5 getsin. A üstü 5 bərabərdir. 5 üstü 5 bölünsün 5'in nəyinə? Kubuna. Bu da oldu nə? 5 üstü 2. İndi A üstü 5, 5 üstü 2'yə bərabərdir. Hər iki tərəfdən 5-ci dərəcəyə alanda fikir verdiniz mi? İnşallah hər iki sualı testə aid lütfen görün sual olan var mı? Aha. O zaman indi keçək testlərə.